Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən hər birinizi xoş gördük. Dəyərli izləyicilər, bildiyiniz kimi 2 ilə yaxındır ki, Şəmkir rayonunun Çınar qəsəbəsində yerləşən Şəhid Etibar Əsənov adına bir saylı tam orta məktəb haqqında 2 ildir mübarizə aparıram ki, məktəb təmir olsun. Və çox şükür ki, dünən mənə verilən məlumata görə məktəb bu yaxın günlərdə təmirə çıxır. Bir həftə ərzində inşallah məktəb təmirə çıxmalıdır. Və mən çox sevinirəm, istərəm ki, bu sevincimi sizlərlə paylaşım. İnşallah Allahın izni ilə məktəb təmirdən sonra inşallah uşaqlarımız rahat bir şəkildə təhsillərini davam etdirəcəklər. Mən çox sevinirəm ki, şəhidin adını daşıyan bu məktəb yaxın zamanlarda təmin olacaq. Çox sağ olun, sizlərə minnətdaram ki, mənə dəstək verdiniz bu işdə. Çox şükür ki, bu işimiz də yekunlaşır Allahın izni ilə. Və onu da bildirmək istəyirəm ki, mübarizəmiz davam edir. Məktəb cana qədər inşallah mübarizəmiz davam edir. İnşallah Allahın izni ilə bu yaxın vaxtlarda məktəbimiz düzələcəkdir. Çox sağ olun ki, bu uzun müddətdə mənə dəstək verdiniz. Məktəb haqqında öz şikayətimizi bildirdik. Çox sağ olun, həqiqətən çox sevinirəm və hər kəs təbrik edirəm. Başda şəhid anası olmaqla bütün insanları təbrik edirəm. Sağ olun.